Salam, izah videosunda yenidən xoş gördük hər birinizi. 35 sınaq test kitabından sınaq 30-un ikinci hissəsinin izahını çəkəcəm. Bu sınavda sual 25-ə qədər 25-də daxil izah olunub və 26-cı sualdan izaha baxacağıq. 26-cı sualda 360 qram 45% natrium nitrat məhlulun elektrolizinə aid qrafik verilmişdir. Hansı nöqtələrdə doymuş məhlul mövcud olar? Proses zamanı temperaturun sabit qaldığını nəzərə almaq lazımdır. Deməli, biz birinci 360 qram bizim 45%li natrium nitrat məhlulumuzda nə qədər natrium nitrat və nə qədər su var onu hesablayaq. 162 qram natrium nitrat silək və 198 qram su var. Və biz də bilirik ki, doymuş məhlulda duz və su nisbəti KH böl 1000 nisbəti bərabərliyi var. Və natrium nitratın da elektroliz zamanı suyun parçalandığını bildiyimiz üçün, demək ki, burada olan su parçalanacaq və məhlul doymuşa çatana qədər bu parçalanacaq. Doymuş məhlulda da nə qədər su qalmalıdır onu hesablayaq. Duz 162-dir. Natrium nitratın kütləsi dəyişmir. Bəs doymuş məhlulda neçə qram su qalmalıdır? X qram. KH da 1500 bölünsün 1000. 3 bölü 2. Deməli, doymuş məhlulda 108 qram su qalmalıdır. Amma bizim hal-hazırda faktiki 360 qram məhlulumuzun 198 qramı sudur. Deməli, 198 çıx 108, bu da eləyər 90 qram su parçalanır. Və 90 qram su parçalansa, alınan oksigen həcmi neçə litr olar onu hesablayacaq. Suyun parçalanma tənliyi yazsaq, elektroliz 2, 2H2 plus O2. 36 qram su parçalansa, x litr oksigen alınır. 90 qram su parçalansa, 36'da 22 onda 4 üzürü sayın. X litr budur. $56 litr. Deməli, oksigen 56 litr alındığı nöqtədə artıq doymuşluq yaranır və bu D nöqtəsində də davam edəcək. Çünki əgər məhlul doymuş olubsa, temperatur artdıqca biz orada suyun parçalanması davam eləsə də temperatur sabit qaldığı sürəcə KH qiyməti dəyişməyəcək. Təbii ki, buradan biz 90 qram su, minimum 90 qram su parçalanmalıdır tapırıq. Amma daha da artıq su parçalana bilər. Minimum 90 qram su parçalanır. Və daha da artıq su parçalanır. O zaman duz da çökəcək. Duz və su nisbəti sabit qalaraq məhlul doymuş olacaq. Yəni ki, 90 qram su parçalandığından başlayaraq doymuş məhlulun elektrolizi davam edəcək. Ona görə burada C və D nöqtələri Y variantını götürəcək. 27-ci sual. 0,1 molyar kalsium xlorid məhluluna 0,3 molyar kalium xlorid məhluluna uyğun olaraq hansı həcm nisbətini qarışdırma lazımdır ki, xlor ionların qatlığı bu olsun. Hər iki düzlük üçün alfa. 0,1 molyar kalsium xlorid məhlulunda 0,2 molyar xlorid ionları var. 0,3 mol kalium xlorid məhlulunda da 0,3 molyar xlorid ionu var və bunlar hansı nisbətdə qarışdırılmalıdır? Bu artıq diagonal üsulu ilə baxacağıq. 0,28 olması üçün 0,08, 0,02, 1-in 4-ə. Deməli, 1-in 4-ə uyğun olaraq qarışdırmaq lazımdır ki, həcm nisbətində 0,128 molyar məhlul alaq. X maddəsi su ilə birləşmə, natriumla əvəz etmə, bromla birləşmə verirsə, bu etin olar. Etin 3 qat rabitəli karbonda H var, natriumla əvəz etmə verər. Amma məsələn, benzol natriumla əvəz etmə verməz, etilen əvəz etmə verməz. Fenolla metanol əvəz etmə verər. Amma bu səfər fenolla metanol su ilə birləşmə verməz, bromla birləşmə verməz. Ona görə doğru cavab etindir. 29. Burada mis 2 xlorid, azot və su alınırdı.
mis 2 xlorid, azot və su. 1, 2, 4, 5. B variantı. 30-cu sual. Həcmi 2 litr olan qabda tərkib X maddəsi buxarı tarazlıq sabiti 0,8 olan bu izomerləşmə reaksiyasına daxil olur. X-in kütləsi zamanlaması qrafiki kimidir. Qrafikə əsasən A-nı müəyyən edin. A-nı müəyyən edin deyir. Əgər burada izomerləşmə reaksiyası gedirsə, X-dan Y alınırsa, X-in başlanğıcı 18-dirsə, bu nə qədər parçalansa, Y-də həmin qədər alınacaq. 18 minus X, bu da X olacaq. Yəni, cəm kütlə yenə də 18 olacaq. Çünki izomerdirlər. Məsələn, təsəvvür edin, butan izobutana çevrilir. Yəni, toplam kütlə burada heç vaxt dəyişə bilməz. Artım və ya azalma ola bilməz. Çünki bunların emerləri eynidir. Və sonda cəmi 18 qram məhsul olacaq. Və K-nın qiyməti də 0,8-dirsə, 0,8 nə zaman yaranır? Sağ və sol nisbəti ödənəndə. İndi sağ və sol nisbəti də o zaman ödənər ki, 18-i bunlar arasında bölməliyik. Elə bölək ki, Y-lə X arasında 18 qram elə bölməliyik ki, Y-i X-a böləndə 0,8 alaq. Deməli, 8, bu da 10 olmalıdır. X 10, Y-də 8 qram olmalıdır. Və Y 8 qram alınmalıdır ki, 8 qram var olsun. Ona görə cavab burada B variantı olacaq. 31. İzomer maddələri seçin. 2 nitropropanla 1 nitropropon təbii ki izomerdir. Və doymuş nitro birləşmələrlə monoamin monokarbon turşuları izomer idi. İndi karbon safhası. Nitropropanda 3 karbon var. Alfa alanində də 3 karbon var. Beta alanində də 3 karbon var. Deməli 1, 2, 3, 4 bunlar izomer olacaqlar. Amin butan 4 karbon, glisin 2 karbon bunlar uyğun gəlməyəcək. Deməli, oksigenin ozona çevrilmə prosesinin sonunda qabda olan qaz qarışığının ümumi mol miqdarı oksigenin başlanğıc mol miqdarına olan nisbəti 0,8-dir. Alınmış qarışıqda qazların həcm payını hesablayın. Oksigen ozona çevrilmə reaksiyası deyir. Qabda olan qaz qarışığının ümumi mol miqdarına oksigenin başlanğıc mol miqdarına nisbəti. Fərz eləyək ki, qabda olan başlanğıc qaz qarışığı, yəni oksigen A mol olub. Bundan 3x sərf olunar, A-3x yaranar. Bu da 2x, A-3x tarazlıqda qalar. Ozon da əmsal nisbətinə görə 2x yaranar, 2x da tarazlıqda olur. İndi qabda olan qaz qarışığının ümumi mol miqdarı, bax budur, A-X-in. Oksigen başlanğıc moluna A demişdik. A-ya nisbəti 0,8-dir. Yəni, A-X bərabərdir 0,8 A-ya. Bu tərəfə, bu da bu tərəfə keçsə, X bərabər olar 0,2 A-ya. A-nın yerinə 0,2 qoysa, X-in yerinə 0,2 A qoysa, bura eləyər 0,4 A. Bu da eləyər 0,4 A. Demək 50-50 olarlar. 50-50 Y variantı. 33-cü sual. Benzol haqqında hansı fikir yanlışdır deyir. Buxarı zəhərlidir, doğrudur. Su ilə qarşını durultma üsulu ilə bəli, suda əl olmayan mayedir. Kalin permanqatı suda məhlul rəngsləşdirmir. Lakin bromlu suyu rəngsləşdirir, səhv heç birini rəngsləşdirmir. Bu elə doğru fikir budur da. Yəni yanlış fikir budur daha doğrusu. Düzgün cavab demək istədim. Soyuduqda kristallar şəklində donur, rəngsiz uydusu mayedir, bu da doğrudur. Sonra ikinci sual. Parçalanan duzlar, 34-cü sual. Kalsium karbonat M qram A faizlə kalsium karbonat CO2 ayıracaq. 100 qram parçalansa 22,4 litr alınır. M qramı A faizlə %1 A deyəcəyik. A çıxım A'dırsa %1 A deyirik buna.
A bölü 100 şəklində. Çıxımı ora qoyurduq. V litir. V-ni hesablasaq, V-ni hesablasaq. V nəyə bərabər olur? Baxın. 0, 224 avrosun M bölünsün 100. Bu şəkildə. İkinci reaksiyada kalium hidrokarbonatın parçalanmasından alınan CO2'də buradan 2 moldan 1 mol alınırdı da. Bəli, 2 moldan 1 mol alınırdı. Çünki burada kalium 2 CO2 də alınırdı. Su da alınırdı. Yəni 200 qramdan 22.4 litre alınar. 4M'dən 20% çıxımla 0.2'yə vurduq. V litre alınıb. Bizdən A'nın qiymətini istəyir. Yəni yuxarıdakı çıxımı istəyir. Yerinə qoyub hesablayacağıq. Burada da biz nə edəcəyik? Burada onu ora vuracağıq. Yəni bu ixtisar aparım 4 ilə bunu. Burada 50 qalsın. V bərabərdir. 22.4,48 M bölünsün 50. V'nin bu qiymətlərin bir-birinə bərabər yazacağım. Gətirib onu da buraya yazacağım. 0, 224 A vur M bölünsün 100. Getdi, 1-2 saxladı. Sonra M'lər ixtisar getdi. 4,48'i 0. Daha doğrusu elə burada 2 də var. 8 tam %96'ını bölürəm 0, 224'ə. A da bərabər olur 40'a. Cavab olur 40%. C variantı. Fosforit mineralının kütləsi M. Fosforit mineralında alınan fosforun kütləsi 120, mineralda kənar qarşılanan kütlə payı 20%, fosforun alma prosenti praktik çıxımı 50%, M-i müəyyən edir. Demək, fosforit mineralı, baxın, mineralda kənar qarşılanan kütlə payı 20%-dirsə, mineralın içində axı kalsium 3PO4 2 var. Mineral M qramdırsa və bunun içində 20% kənar qarışıq varsa, deməli 0,8 M qram saf kalsium ortofosfat var və bundan da əmsal nisbətinə görə 2 fosfor alınır. Mineralda alınan fosforun kütləsi 124 qramdır. Praktik çıxım 50%-dir. Bu 50%-dən bura çevrilib. Bura 310, burada 2 vur 31, 2 vur 31 yazacağım. Elə 31-dən çünki bu rahat ixtisar gedər. Burada 10 qalar. Və mən buradan M hesablayacağım da. Buradan da bir dənə ixtisarlar. Bununla bu getsin. Burada 5-1 qalsın. Bununla da bu getsin. Burada 0,1 10 qalsın. Deməli 124 M də bərabər olacaq 1550 qram. M istəyir 1550 qram. D variantı. 36. Reaksiyalarına əsasən X və Y üçün eyni götürülə bilər. 1,2 dixlor butana sinklə təsir etsəm, buten 1 alınır. Buten 1. C4H8, buten 1. 1,4 dixlor butana sinklə təsir etsəm, bu da disklobutan alınır. Bu da C4H8. Karbon kütlə payı eynidir. İkili karbon atomları sayı eyni deyil. Çünki butende ikili karbon bunlardır. Amma buten psiklobutanda bütün karbonlar ikilidir. Hər biri 2 karbonla birləşir. İkili. Molekulyar rabitələrin ümumi sayı eynidir. Həm C4H8, hər ikisində. Çünki C4H8-də, buten olan C4H8-də 11 sigma var, bir dənə pi var. Bu elədir 12 ümumi rabitə. C4H8 diskloalkanda isə bütün rabitələr sigmadır, amma qapalı olduğu üçün indekslərin cəmi qədər sigma var. Ümumi rabitə dediyi üçün bu doğru. Qeyri-polyar kovalent rabitələrin sayı bu da eynidir. Çünki qeyri-polyar kovalent karbonlar arasındadır. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 3, 4 doğru cavab B variantı olacaq.
37. Naylon lifində makromoleküldə karbon atomu varsa, karbon atomunun sp. Deməli, naylon heksametilin diaminlə adipin turşusu idi. Daha düzgün olar ki, bu tip suallarda quruluş vahidi ifadəsi işlənsin ki, sual daha düzgün şərtə uysun. Karbon atomlarsa A, karbon atomların sp2 bir orbitalların sayı B'dir. Deməli, karbon atomların sayı 6, o da 6, 12'dir. Bir qurulu, enə bir deyərək baxacağım. A 12 olsun. sp2 hibrid orbitalların sayı karbon, 2 karbon burada sp2'dir. Bu da 6 hibrid orbitaldır. B bərabərdir 6. B'ni müəyyən edin. Deməli, B A'nın A'dan 2 dəfə azdır. B bərabərdir 0.5A. A'nı 0.5'ə bölsək, vursaq B eləyir. Hansı maddənin normal şərtdə qaz alınır? Metanol aldehidlərin ilk nümunəsi qazdır. Fenol bərkdir. Propanon, keton mayedir. Metilamin, aminlərin ilk nümunəsi qazdır. 1 və 4 D variantı. Hansı duzun hidrozin qısa iyon tənliyi bu şəkildə olar? Baxırıq ki, əsası mühit yaranıb, OH. Deməli, əsası mühit yaradan duzları götürür. Bu hidroz eləmir. D variantı neytral mühit. B və C olar. Və bir də baxırıq ki, karbonat 2 mənfi verib, CO3 2 mənfi verib və HCO3 mənfiyə çevrilib. Ona görə də B yox, C variantını götürür. Çünki burada karbonat 2 mənfi, natrium karbonatdan qalan karbonat 2 mənfi, HOH-la, H-ın birini alır özünə, H müsbət, OH mənfi də və HCO3-ə çevrilir. Amma məsələn, B variantında olan bu belə olardı. HCO3 mənfi, HOH, H-ın birini də alacaqdı özünə, H2O və CO2 yaradıb, OH mənfi saxlamalıydı. Hidrokarbonat olsaydı. 40-cı sual. İçərisində kalsium karbonat olan sınaq şüşəsini birləşmə tam parçasına qədər qızdırılır. Kalsium karbonat. Tam parçanı. Əgər sınaq şüşəsinin içərisində 2 maddə ilə birlikdə kütləsi təcrübədən əvvəl 30 qram, təcrübədən sonra 25 qram sınaq şüşəsinin kütləsini müəyyən edin. Deməli, burada itkiyə fikir veririk. 30 qramdan 25.6'ya gəlib, ağzı açıq qabda olanda, təbii ki, buradan bərk, qaz, bu karbon qazı uçduğuna görə. Bu da eləyir 4,4 qram karbon qazı uçubsa, deməli, x qram kalsium karbonat parçalanıb, 44 uçanda 100 qram. Deməli, x bərabərdir 10 qram. Parçalanıb 10 qram kalsium karbonat və bu da tam parçalanıb. Demək ki, əvvəldən də o sınaq şüşəsinin içərisində 10 qram kalsium karbonat olub. Bizə də deyir ki, sınaq şüşəsinin əvvəlki kütləsi, o maddə ilə reaksiyadan əvvəlki kütləsi 10 və 30 qramdır cəmi. Deməli, bunun 10 qram kalsium karbonat şüşənin öz kütləsi 20 qram olacaq. B variantı. Bu qədər. Növbəti izahın sonuna gəldik. Sağ olun.